Prezidentdən pensiyalarla bağlı sərəncam. Əmək pensiyaları indeksləşdiriləcək. Qafqaz Info xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2026-cı il yanvarın 1-nədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığorta olunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-də qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsinə həyata keçiriləcək. Sərəncama əsasən Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Bu sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.